Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Kanala abunə olmamışsa, kanala abunə olun, like verin, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Bildiyiniz kimi qarışıq videolar çəkilən kanala baxanlar bilir. Yeni bir kanal da artıq mövcuddur. Orada sırf yemək videolardır, yemək pişirmək videolardır. Bu tipli videolar çəkilir. Bugünkü videomuz papuqaylardandır. Evdə papuqay baxımı, papuqaylar necə, hansı şəraitdə saxlanılır, daha asan yollarını sizə göstərəcəm. Hansı ki, bəzi insanlardan eşitirik ki, evdə papuqay saxlamaq çətindir, onlar evi bulaşdırırlar. Yəni bu şeyləri nəzərə alaraq mən də hardasa artıq 4 ay papuqay saxlayıram. Bəli, yəni evi bulaşdırırlar, yəni bu tipli şeylər var. Birinci adama maraqlı görsənir. Sadəcə olaraq, yəni sonradan ev şəraitini nəzərə alaraq insanlar bəzən bir neçə müddətdən sonra papuqaylarını satırlar. Amma belə etməsinlər. Nəyə görə? İndi şükürlər olsun ki, elə şeylər satırlar ki, yəni bunların qarşısını almaq olur. Məsələn, belə bir torbalar var, dükanlarda hazır satırlar. Baxın, bu torba bura kimi gəlib çatır. Bu torba, yəni hələ bu çoxdur. Bura kimi də olsa bəs eləyər. Deyək ki, yem qabısı buradadır. Yəni bu yem qabıdan biraz yuxarı çıxdı, bəs eləyir. Fərqli ölçüləri var torbaların. Torbaların fərqli ölçüləri var. Yəni qəfəsin ölçüsünə görə torbanın ölçüsü dəyişir. Ucuzdur. 3 manat, 4 manat civarı arasındadır. Yəni torba alıb evdə rahat papuqaya baxmaq olar. Papuqay yemlənməsi çox asandır. Gündə qədərini töksəz əgər, qədərində çox yox. Çünki çox yem olanda papuqay bir neçə saatdan sonra artıq yerini axtarıb tapa bilmir. Nəyə görə? Çünki papuqaylar yemək yeyərkən onun qabıqlarını çox hissəsini qabda saxlayırlar. Yəni bunların yemək tərzi budur. Onun üçün qədərini töksəz gündə bir dəfə 3 dənə quşa, maksimum 3 dənə quşa. Mən indi sizə göstərəcəm videoda. Yəni bir dənə quşa, baxın. Sizə göstərim. Bir quşa, bir yarım, bir qaba, bir yarım dən tökməyiniz kifayət edir. Gün ərzində o ona bəs edir. Çünki əlavə belə deyək, yəni həyat evdə qalanlar üçün, bina evində qalanlar üçün həyətdən müxtəlif, yəni xırda, az bir miqdarda, bir ovuz şəklində ot yonub qabaqlarına tökmək olar və yaxud evdə göyərti hazırlanarkən, göyərti alınarkən onun kötüklərini atmaq olar. Müəyyən tələbəzlər vermək olar ki, yəni başqa qidalarla qidalandığı üçün 3 quşa, yəni 2 dənə qabda, belə deyək, 2 qaba, hərəsinə qaşıq yarım, yəni çay qaşığından, yəni qaşıq yarım yem töksəz, bu kifayət. Baxın, yəni qaşıq yarım yem kifayət. Yəni papuqaylar xoşlanırlar, nəyi xoşlayırlar? Onlar aktivliyi xoşlayırlar. Yəni papuqayı çox yatızdırmaq olmaz. Yəni yatızdırmaq necə? Gərək qaranlıqda saxlamayasınız. Heyvan rejimə düşməlidir, mütləq. Baxın, indi onlar azdır. Mən video çəkdiyimə görə bir hardasa 2 saat yeməyini gelişdirmişəm. Yəni qravika salmaq lazımdır heyvanı. Məsələn, 12-də yeməyi tökmüsənsə, günorta 12-də, gündüz yoxdan, məsələn, 12-də ayırmısan, yeməyi tökmüsənsə, artıq onu səhər 12-də təzdən, gündə yəni 12-də
yemin dəyişməlisən. Yəni dediyim kimi, qrafik olanda heyvan artıq yəni o öz bir müddət keçəndən sonra öz yeməyini balanslaşdırır. O bilir ki, gündə bir dəfə ona yemək verəcək. Yox, amma çox tökməklə o, yəni onsuz da onu hamısını yeyən deyil. Qalacaq qabağında və sonradan yemək yeməyinə çətinliklər görəcək onun artıqları. Papalar xoşlayırlar, baxın, belə oyuncaqlar xoşlayırlar, yəni o darıxmaması üçün bir heyvan, yəni qəfəsdə qalır zaten. Onun darıxmaması üçün müxtəlif yəni oyuncaqlar. Evdə varsa evdən oyuncaqlar, xırda formada. Baxın, yəni mən belə bir ağac kəsmişəm, ağacın budağıdır. İçinə yerləşdirmişəm. Yəni əylənirlər, darıxmırlar, sıxılmırlar. Yəni belə, gündəlik həyətdən otda tökürəm qabaqlarına, göyərti olur, göyərtin kötüklərini tökürəm. O ki qaldı bunlardan bala almaq. Yəni bala almaq üçün mənim bir başqa qəfəsim də var. O qəfəslər, yəni bala almaq vaxtına çatanda qəfəslərini dəyişirəm. O qəfəsdə bəli, burada qırağında, arxasında yəni fərqi yox. Şimdi istəyir aça bilər. Yuvası üçün şərait yaratmışam. Bir şey də deyim ki, bax, mən təzə belə bir şey aldım. Bu həm vitamindir, həm də yumurtlaması üçün yəni enerji verir papuqaylara. Bunu da hər gün yox, yəni bir gün yemin vermisənsə, növbət dəfə yemin dəyişəndə az bir miqdarda yem qablarına töküb artıq yem vermirik. Yəni 6 saat, 7 saat gözləmək lazımdır ki, papuqay bunu yesin, qutarsın. Yəni bunu bunları eləmək lazımdır, yəni heyvan üçün. Onun kalsiyuma ehtiyacı var. Keçək papuqayı insan necə özünə öyrəşdirə bilər ki, papuqay, yəni dediyim kimi bayaqları, papuqayı bir nəfər yemləməlidir, bir nəfər, yəni papuqay bir nəfər tanımalıdır. Ki, papuqay yəni əlbə gəlsin, əlində olsun. Baxın, mən arada papuqayı qəfəsini açıram, yəni bir otaqda onları uçurduram. Yəni uçurtmaq lazımdır. Heyvan həm açılışır. Yəni dediyim kimi papuqay aktiv heyvandır. Onu qaranlıq otaqda yəni çox saxlamaq olmaz. İnsanların yanında qalanda, işıqlıqda qalanda onlar aktiv olurlar. Amma qaranlıqda qoysaq o heyvanımız pasivləşəcək, o ruhdan düşəcək, yəni yeyib yatacaq, o artıq tez ölə bilər. Baxın, mən yəni bu son 2-3 aydan sonra yəni belə bir şeylər eləmişəm, sizə göstərəcəm. Baxın, bax açıq qalsa belə, yəni papuqay çölə çıxmır. O, yəni bilir ki, qəfəs onun üçün daha yəni etibarlıdır. Baxın, indi görün, indi əlimə edəcəyiniz elə papuqaylar, sizə göstərəcəm. Bir ovcuma yem tökürəm, az bir miqdarda. Yəni bunu heyvanın az olduğu vaxtda yemin dəyişərkən yəni sınaqdan keçirə bilərsiniz. Baxın indi. Yəni bunu birdən-birə yox. Yəni papuqay evə öyrəşəndən sonra, papuqay səni tanıyandan sonra bunu sınaqdan keçirə bilərsiniz. Yəni bu formada artıq papuqayı özünə öyrəşdirəndən sonra yəni maraqlı heyvanlar. Həqiqətən maraqlı heyvanlar. Yəni bunun heç bir əziyyətə ehtiyacı yox, heç bir baxıma ehtiyacı yox. Özlərini təmizləyirlər. Yəni baxın necə dolaşırlar yemək üstündə.
Bunların ikisi erkəkdir, biri dişidir. Yəni bu qəfəsə hətta 5 dənə, 6 dənə quşlar yerləşər. Yəni qəfəsi alarsan, biri alın ki, təzədən bir də qəfəs almaq fikrinə düşməyəsiniz. Qəfəs nə qədər iri olarsa bir o qədər yaxşıdır. Çünki bak yıkansın, orada yer olsun. Yavaş mı? Yavaş mı? Papuqalara ad koyun, əsas papuqaya ad koymaq lazımdır. Biz papuqalara bizdə uşaqlar ad koyuyor. İsmen adlarını bilmirəm. Yaşlılar erkəkdir, ağ isə dişidir. Bunların da erkək dişisi olması üçün onu hardan bilmək olur? Burunlarından bilmək olur. Aya, çabuk diyorum bunu. Sen de izlemek istiyorsan, papuqayı, gel sana da vereceğim, izleyersen. İzleyicilerimize ne demek istiyorsan? Kanalımıza abone olsunlar, like atsınlar, bizi izlemede kalsınlar. Bize destek olmalısın. Kanalımıza abone olun, kanalımıza destek olun. Yani desteğiniz abone olmağınızı, like verməyinizdir. Papuqay saxlamaq ayam, necədir, xoşqa gəldi? Bəli. Qardaşın da baxsılıdır. Bu qardaşındır. Bu qardaşımın quşudur, yaşayır. O. Bu mənim quşumdur. Qardaşı sənin quşundur. Bu quşu da. O da şey nə bilim. O da təkdir ya, tək qalır. Ama bunlar da bizimdir. Bunları ben seçmişim. Bu yaşlı, bu da benim. Beğenmişim bunların hepsini. Hepsi beş. Sen de seviyorlar. Yani bu formada papuqayları papuqay bunlar məhəbbət quşudur. Bunlar balaca formada, böyüməyən formada olurlar. Yəni ən böyük formaları bu olur. Baxımları asandır həqiqətən də. Yəni heç bir çətinlik yoxdur, heç bir manisi yoxdur. Evinizə uşaqlarınız üçün elə bir rəng qatmaq üçün almaq olar. İnsan darıxmır. Şimdi size papuqayın yani qəfəsin içini göstərəcəm daha yaxından. Çünki burada bir-iki dənə nüanslar var ki, asan olması üçün altı təmiz qalsın. Baxın, yemlərimizi daxil edirik ki, yesinlər. Burada sizə bəzi şeylər göstərəcəm.
Baxın, sizə bir şey göstərmək istəyirəm. Deməli, bu yemin içini, yəni qəfəsin içini mən eləmişəm. Bu hansı ki qab var burada, çıxan qab var, yəni altını təmizləyirlər. Ora qum tökmüşəm. O qum nə üçündür? O qum papuqay həm yəni əmmişə yox, gündə bir dəfə, yəni gün ərzində müəyyən bir dəqiqələrdə orada işlənirlər, həm gəzirlər, həm də altları təmiz qalır. Bax, yəni gündə artıq altın təmizləməyə ehtiyac yoxdur. Yəni hər gün altın təmizləyim, hər gün altın təmizləyim. Yox, çünki qumdur. Yəni bütün zibillərini, bütün yəni yeyilən yeməyin qalıqları hamısı qumda qalır. Yəni o daha qəfəsin təmiz qalmağına imkan yaradır. Həm də ki artıq 5 gündən bir, həm həftə bir dəfə, yəni o baxır ki, yəni siz ona nə verirsiniz gün ərzində, yeməyə nə verirsiniz. Yəni qum tökməyiniz daha yaxşıdır. Çünki tullayanda da qumu çıxardırsınız, yəni qabı çıxardırsınız, qum qarışıq tullayırsınız, təzə yerinə qum tökürsünüz. Bu daha yaxşıdır. Həm də bu məhəbbət quşları çimməyi də xoşlayırlar. Yəni yayda mən hər gün, gündə bir dəfə əlimdə çimizdirirdim. Yəni qış olmağına baxmayın, yəni artıq deyək ki, havalar soyuyub. Yəni havalar soyusa belə gündə bir dəfə, yəni hava yaxşı olarkən onları təmiz havaya çıxarmaq lazımdır. Qəfəsi gün varsa gün işığına qoymaq lazımdır. 1 saat, yarım saat, çünki heyvanın buna ehtiyacı var. Yəni quşun buna ehtiyacı var. Bunlar balacadırlar. Bunlara vitamin lazımdır. Baxın, yəni yemək üçün başlayırlar. Bu ikisi erkəkdir, bax. Bu yaşlılar erkəkdir. Baxın, mən indi bunlara içilməsi üçün belə bir balaca bir şey tapmışam. Bir qabda su qoyacağım. O suda içməcəklər. Baxın, belə bir qabda, balaca bir qabdır. Yəni videoda sizə böyük görsənə bilər. Balaca bir qabdır. Bu qabda nə olarsa su qoyacağam. Onlar yeməyi yeyəndən sonra çox güman ki, içilməyə başlayacaqlar. İçilməyi xoşlayırlar. Bax, belə şeylərin, yəni qumun yemlərin altına qum tökməyə, yəni qabın altına qum tökmək. Bax, bu ağ qab var, bu ağ qab çıxır. Bu çıxan bir şeydir. Yəni dartırsınız belə, özünüzə tərəf çəkirsiniz. Bu çıxır. O qumun orada olmağı həm çiməndə qəfəs olunur, həm altları təmiz qalır. Yəni o daha yaxşıdır. Belə bir qəzet də sərmək olar. Axır yəni bunları nə eləsiniz, plyonka altına çəksəz də, bu zaten bunu yəni çıxarmalısınız. Hər gün çıxarmalısınız, çünki quşun altı təmiz qalmalıdır. Baxın, yəni yemək yeyərkən, yəni bu kimi yemək qırıntıları ki var, papuqaylar, yəni bunu qırağa tullayır. Bu hansı ki yerə düşür, qəfəsin içine düşür. Amma yəni torba vacibdir. Evdə saxlayanlar üçün torba önəmlidir, torba vacibdir. Bu çəkilişi bizə şərait yaradan qardaşımız, hansı ki bəzi işlərdə, çəkiliş işlərində köməklik edir. Elvin qardaşımıza təşəkkür edirik. Çox böyük dəstəyi var hər iki kanalın videolarının hazırlanmağında. İnşallah qismət olar, bir gün onu hansısa bir videoda sizinlə tanış edərik. Başqa videolardan bizi takip edin. Kanalımıza abunə olun. Sizin abunə olmağınız bizim yəni böyüməyimiz, kanalın böyüməyi, daha yaxşı, daha
gözəl videolarla sizin qabağınıza çıxmağımız deməkdir. Yəni əziz izləyicilər, qəfəs alarkən yenə sizə bir məhəbbət quşu saxladığıma görə deyirəm. Qəfəs geniş qəfəs alın. Baxmayaraq ki, 2 dənə çox adam, yəni bir erkək, bir dişi quş alır. Yəni ona uyğun balaca qəfəs bəs edir, amma nəzərə alın ki, bir müddət keçəndən sonra onlar dostunuz, tanışınız və yaxud təzədən yenə quş almaq istəyirsiniz. Bir də yəni o iki quşa görə əlavə qəfəs almayasınız. Yəni o əlavə yəni nəyisə pul verməyəsiniz, o baxımdan deyirəm. Baxın, indi yemək yeyib qurtarandan sonra çimməlidirlər. Çox güman artıq çiməcəklər. Çox mehriban quşlar. Amma yemək yeyəndə bəli, dalaşırlar. Yəqin ki, bu təbiətin bir qanunudur. Bu heyvanların yəni bir xüsusiyyətidir. Amma çox mehriban quşlar. Bir-birlərini təmizləyirlər, bir-birlərinə qayğı göstərirlər. Yəni bu şeydə yaxşılar. Yəni məhəbbət quşlarında, papuqaylarda bit olmur, birə olmur. Yəni o tükünün tökülməyidir, belə qaşınmağıdır. Onlar yəni belə şeylərə aldanmayın, artıq şeylərə pul verməyin. Yəni bu cür şeylər onlar özlərini təmizləyirlər. Yəni bitləri olsa belə, yəni ev şəraitində heyvanın bit olmağı məncə inandırıcı deyil. Yəni olsa da belə onlar özlərini təmizləyirlər, özlərini yuyurlar, bir-birlərinin yəni dimdiklərlə başını qaşıyırlar. Yəni bir-birlərinə çox gözəl baxırlar. O barədə yəni həqiqətən də çox maraqlı heyvanlar. Baxın, artıq doyublar. Artıq birazdan əyləncə vaxtı olacaq. Yeyib doyandan sonra artıq birazdan oyunları başlayacaq. Cəhcəh vururlar. Bir-birlərini çağırırlar. Baxın, yəni yemin çox olmağı. Yəni o papuqay əziyyət çəkir. Çünki fikir verin, yeyir və qabığı içində qalır. Ona görə də yəni yeminini qədərində tökmək lazımdır. Ki təsəvvür edin, siz yemini buradan töksəz, artıq yəni o yedikcə qabıq üzə çıxır, yəni qabıq üzə qalır. Dərinlikdə olduğuna görə artıq papuqay dəni yəni çətinliklə tapır oradan. O baxım üçün deyirəm ki, qədərini çəkmək lazımdır. Ki bir gün ona bəs eləsin. Yəni bir gün ay qabağına çox tökün, çox yesin, çox böyüsün, xeyr. Yəni bu quşun bundan artıq böyümə ehtimalı yoxdur. Bu quş, məsələn, bunu mənə bir yaxın tanıdığım biri verib. Bu quş qocalıb artıq, yəni bu qozadır. Qocalığı onun burnundan bilinir. Bu qozadır, hardasa yəqin ki 1 yaşı olar, dəqiq bilmirəm. Yəni çox güman ki 1 yaşı var. Yəni belə deyək. Yəni bunun ən böyüsü budur. Yəni qocalarının ən böyüsü budur.